Salam əziz izləyicilər, zəhmət olmasa kanala abunə olun. Böyük İskəndər işğal etdiyi torpaqları necə əlində saxlayacağını bilmirdi. Və o müəllimi məşhur tanınmış filosof Aristotelə sual verir. Mən bu qədər ölkələr qazanmışam. Mən nə edim? Qazandığım ölkələrin krallarını, padşahlarını, sultanlarını, bəylərini, ağalarını, onlar haqqında hansı hökmü verim? Bunları hamısını öldürümmü? Ya bunları sürgünəmi göndərim? Mənə bir ağıl ver. Aristotel ona belə cavab verir. Əgər onları öldürsən, onda onların nəsilləri intiqam arzusuyla alışıb yanacaqdır. Yox, əgər onları sürgünə göndərsən, yenə də onlar bir yerdə toplanıb sənin başına bəla ola bilər. Əgər istəyirsənsə, onlar sənə davamlı şəkildə tabe olsun, onlara kiçik torpaqlar ver və onları balaca bəyliklər təyin edə. Və çalış onlar arasında münaqişə yarat. Yaratdığın münaqişədə isə çalış o münaqişəni həll edən tərəf sən olma. Qoy onlar bu münaqişədə bir-birlərini ditsinlər və sən öz hakimiyyətində davamlı qal. Uzun illər sonra eyni strategiyanı Böyük Britaniya işğal etdiyi dövlətlərə tətbiq etdi.